Məktəbə, işə, gəzintiyə götürə biləcəyiniz pambıq kimi yumuşaq bulka resepti bölüşəcəm. 1 ədəd yumurta, 1 yumurtanın ağı, 2 xörək qaşığı şəkər tozu, 1 paket vanil əlavə edib qarışdırılır. 1 stəkan iliq su, 1 stəkan iliq süd, yarım stəkan duru yağ əlavə edib qarışdırırıq. 1 xörək qaşığı quru maya, 1 stəkan un və 1 çay qaşığı qabartma tozu əlavə edib topak qalmayana qədər qarışdırırıq. Və gedəsi qədər un əlavə edib cüzi ələ yapışan xəmir hazırlayırıq. Qoyuruq mayalanmağa. Mayalandıqdan sonra havasını alıb kündələrə ayırırıq. Kündələri bu şəkildə açıb içərisinə pavedla əlavə edib bükürük. Bükdükdən sonra üzərinə yağlı kağız sərdiyimiz sobalara düzüb yarım saatda mayalandırırıq. Mayalandıqdan sonra üzərinə yumurta sarısı əlavə edib əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişiririk.